Salam əziz kanal izləyiciləri, əziz abituriyentlər, əziz müəllimlər. Bugün mən sizə Məhəmməd Füzulinin söz qəzəli haqqında danışacağam. Söz qəzəlinin bu PDF-də beyt-beyt, hər bir beytin izahını yazmışam altında. Beyt sonra altında onun izahın və qəzəlin sonunda da, PDF-in sonunda da demək çətin tipli sözlərin izahını vermişəm. Bunlar üzərində işləyəcəyik indi. Məhəmməd Füzulinin söz qəzəli ictimai fəlsəfi mövzuda yazılıb. Birinci beytdə nədir? Xəlqə ağzın sirrini hərdəm qılır ishar söz. Bu nəsirdir kim olur? Hər ləhzə yoxdan var söz. Deyir, insanın sirrini hər kəsə açan sözdür. Yəni, insanı insan edən sözdür. Hər an yoxdan var olanda sözdür. Ya, burada bir növ nə demək istəyir Məhəmməd Füzuli? İnsanın kimliyini bərqərar edən sözdür. İmam Əli əleyhissalamın bir gözəl sözü var ki, deyir ki, danış görüm sən kimsən. Yəni, insan danışdıqca onun kimliyi ortaya çıxır. İkinci beytdə nədir? Artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhli neylər ol miqdar söz. Yəni, sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə edər, insana onun danışdığı sözə görə qiymət verirlər. Yəni, insan özün necə qiymətli hiss edirsə, danışdığı qiymət, daha doğrusu danışığı necədirsə, nə qiymətdədirsə, özü də o qiymətdə olmuş olur. Bu beytdə də onu Məhəmməd Füzuli bizlərə demiş olur. Ver sözə ehya ki, tutduqca səni xabı əcəl, edər hər saat səni ol uyqudan bidar söz. Deyir, sən sözü canlandır, dirilt ki, səni də ölüm yox tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan. Yəni, həqiqətən bu beytdə böyük bir hikmət yatır. Yəni, insan öləndən sonra onu var edən onun danışığıdır, onun sözüdür. Biz klassik Azərbaycan ədəbiyyatı keçirik. Klassik Azərbaycan ədəbiyyatında biz kimləri keçirik? Elə Məhəmməd Füzulinin özünü keçirik, İmadəddin Nəsimi keçirik, Şah İsmail Xətai keçirik, qədim dövr Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi keçirik ki, onları bu günləri bizə gətirib çıxaran nədir? Onların yaratdıqları sözlərdir, yazdıqları sözlərdir. Bir nigar-ı ənbərin xəttir könüllülər almağa, göstərə hərdəm niqabi, qeybdən rüsxar söz. Yəni, deyir, mənalı söz könüllülər alan gözəl kimidir. O da hərdən örtüyünü açıb, üzünü göstərər və könülləri şad edər. Yəni, burada sözü gözələ bənzədir. 5-ci beytdə xazini gəncnəy əsrardır hərdəm çəkər, riştəy isharə minmir, gövhər əsrar söz. Söz sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər zaman sirri gövhəri sapa düzüb aşkar edər. Yəni, üzə çıxarar. 6-cı beytdə olmayan qəvvası bəhri mərifət arif deyil, kimsə də tərkibi təndir lölü şəhvar söz. Söz tərkibi əla, şahanə incilərdən ibarət olan mərifət dənizidir. O dənizdə üzməyi bacarmayan adam isə arif deyil. Sonuncu beytdə nədir? Gər çox istərsən Füzuli izzətin az et sözün, kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Deyir, əgər sözün hörmətli, qiymətli olmasını istəyirsənsə, miqdarını az et. Çünki çox danışmaq insanı hörmətdən salar. Bir dənə tam düşə aşağı. Yəni, burada bu beytdə bizə demək istəyir ki, insan az danışdıqca onun sözünün də miqdarı, daha doğrusu qiymətli olmuş olar. Bir dəqiqə, biraz yuxarı qalxım. Yəni, əgər sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını da az et. Çünki çox danışmaq çox insanı hörmətdən salar. Burada təhlil hissəsində də biraz aşağı düşüm. Təhlil hissəsində nədir? Deməli, əsər qəzəl janrındadır. Əruz vəzninin rəməl bəhrində yazılıb. 7 beytdən ibarətdir.
Əsər sözün qüdrəti, məna gözəlliyi haqqında yazılıb. Əsərdə şairin sözlə bağlı düşüncələri, insanın, sənətkarın həyatında sözün rolu barədə fikirləri əks olunub. Şeirdə şairin ədəbi, ictimai fikirləri hər bir insanın sözə dəyər verməsi zərurluğu da vurğulanmış olur. Bu da əsərin təhlilinə aid qeydimiz idi ki, sizlərə çatdırmış olduq. Və indi isə keçək çətin tipli sözlərin izahı. Burada çətin tipli qəzəllərimizdə hərdəm sözü həmişə müntəzəm daim deməkdir. Hər ləhzə, hər an, hər dəqiqə. Sidq, doğruluq deməkdir. Ehtiyat, canlandırmaq, bidar, oyaq, nicari, ənbərin xət. Gözəlin gözəl qoxusu mənasındadır. Nigar gözəldir, gözəl ənbərin xət də gözəl qoxu mənasındadır. Niqab da üz örtüyüdür. Orada bayaq beytdə deyirdi, nigar ənbərin xətdir könüllər almağa. Deməli, qeyb göz önündə olmayan gizli, rüxsar üzdür, xazini gəncliyi əsrar, sirlər xəzinəsinin qorucusu, yəni xəzinədarı, riştə, tel, sapdır, qəvvası bəhr-i mərifət, mərifət və bilik dənizinin üzgücüsü, sədəf tərkibi təndir, yəni tərkibində mirvarı olan sədəf kimidir, lölö şəhvar, əla inci, şəhanə inci, izzət, hörmətdir, xar olmaq da alçalmaq mənasındadır. Dərsimizin, yəni qəzəlimizin izahı bu qədər. Mənə elə gəlir ki, qəzəl haqqında kifayət qədər ətraflı məlumat vermiş oldum. Hər beytin izahında, demək, beytin aşağısında da qeyd eləmişdim. Onları da sizə çatdırmış oldum. Növbəti dərslərdə görüşənədək.